Məzun olanlar arasında xalq artisti Könül Xasıyevanın oğlu Kazım, aparıcı Aytəkin Mərdanovanın oğlu Fərid, aparıcı Zümrüd Bədəlovanın qızı Ləman və aktyor Ramil Babayevin də övladı yer alıb. Bu barədə tanınmışlar sosial media hesabında paylaşım edib. Onlar 11-ci sinifi bitirən övladları ilə fotolarını yayımlayaraq təbrik edirəm canım oğlum deyə yazıb. Oğlum Fəridim təbrik edirəm. Məzun olur.